Salam, hörmətli izləyicilər. Sizlərə ITC platformasının istifadə qaydaları haqqında məlumat vermək istərdim. İlk öncə onu qeyd edim ki, ITC platforması son 7 ilin qəbul nəticələri, rəsmi statistikaları və bir sıra mühüm məlumatlar əsasında fəaliyyət göstərən bir data modelidir. ITC təkcə bakalavr üzrə yox, həmçinin kollec və magistr üzrə ixtisas seçimində sizlərə xidmət göstərir. Bu xidmətdən yararlanmaq üçün ilk öncə ixtisas seçimi hissəsinə klik edirik və daha sonra bal əlavə hissəsinə keçirik. Hal-hazırda gördüyünüz kimi mənim balansım 0-dır. Balansı artırmaq üçün isə balans artır hissəsinə keçid edirik və buradan qarşımıza 3 fərqli paket çıxır. Fərdi paket üçün bir müxtəlif bala baxa bilirik. Dost paketi ilə 3 müxtəlif bala baxa bilirik və komanda paketi ilə 5 müxtəlif bala baxa bilirik və hər bir paket sizə limitsiz sayda istifadə şansı yaradır. Biz isə hal-hazırda bir istifadə paketindən istifadə edəcəyik. Gördüyünüz kimi ekranda balansım artaraq 1 oldu. Biz buradan hər hansı bir təhsil səviyyəsini seçə bilərik. Məsəl üçün, gəlin 9 illik kollec seçək. Elə təsəvvür edək ki, biz imtahanla 135 bal toplamışıq. Bu hissəyə klik edərək balımızı əlavə edə bilirik və daha sonra isə ən sonunda filtr hissəsinə keçirik. Və buradan təhsil səviyyəsi olaraq 9 illik seçirik. Çünki az öncə 9 illik kollec üzrə bal əlavə etdik. Daha sonra bölmə Azərbaycan bölməsi, şəhər Bakı, Gəncə, Quba, istənilən sayda şəhər seçə bilirik, Naxçıvan. Dillər Azərbaycan dilində təhsil alacaq və təhsil forması olaraq əyani seçirik. Və bütün kollecləri seçə bilərik buradan. Fərq etməz və ixtisas olaraq ailə və ev təhsili, aktyorluq, bank işi, baytarlıq, bələdiyyə işi, tərbiyəçi, daha sonra məsəl üçün heykəltaraşlıq və bu kimi ixtisaslara baxa bilərik. Daha sonra ən sonda və ya az öncə daxil etdiyimiz balı bu hissədən seçə bilirik. Gördüyünüz kimi bu formada cədvəl qarşımıza çıxır və biz buradan qəbul olma ehtimalımızı 135 bal əsasında öyrənə bilirik. Ödənişsiz şəkildə bu hissədən klik edərək qəbul ehtimalımızı öyrənə bilirik. Ən böyük qəbul ehtimalı Naxçıvan Musiqi Kolleci üzrə aktyor sənəti üzrə verir və qabiliyyət tələbi var. Həmçinin də qabiliyyət tələb etməyən digər ixtisaslara da baxa bilirik. Ekranda gördüyünüz rənglər isə müəyyən bir mənanı kəsb edir özlüyündə. Məsəl üçün, yaşıl rəng qəbul olma ehtimalının ideal olduğundan, mavi rəng yüksək, sarı rəng orta və qırmızı rəng isə çox riskli olduğunu özündə əks etdirir. Və həmçinin də faizlərini də burada göstərir. Məsəl üçün, 133 balla Naxçıvan Dövlət Texniki Kollecində baytarlıq ixtisasına qəbul olma ehtimalınız ödənişsiz üzrə 85,52%, ödənişli üzrə isə 86,71 baldır. Və aşağı keçid edərək, həmçinin də digər ixtisaslara baxmaq şansınız var. Çox sağ olun, minnətdarım.